Hz. İsa aleyhissalam buyurur ki, deməyin ki, insanlar elm göydədir və yuxarı qalxan ona malik olar. Və deməyin ki, elm yerin altındadır və aşağı enən onu əldə eləyər. Deməyin ki, elm dəryaların o tayındadır. Dənizlərin, okeanların o tayındadır. Və dəryadan keçə bilən onu əldə eləyəcək. Bəs elm hardadır? Bilin ki, elm sizin qəlbinizdədir. Hz. İsa aleyhissalam buyurur. Əxlaq qayda qanununa riayət eləyin. Doğru insanlardan ibrət alın. Quran da bizə doğru insanlardan ibrət almağı önərir. Quran bizə kimdən ibrət almağı önərir? Hz. Rəsul-i Əkrəm sallallahu aleyhidən. Usve-i həsənə bilir bizi ona. Onu bizə. Yəni deyir ki, ondan ibrət alın. Çünki düzgün əxlaq Hz. Rəsul-i Əkrəm sallallahu aleyhdədir. İmam Sadiq aleyhissalam buyurur, elm öyrənməklə əldə olunmur. Elm bir nurdur ki, insanın qəlbinə nazil olunmalıdır. Qəlbində yaranmalıdır. Hansı elm nəzərdə tutulur? Allahı tanımaq elmi. Məsələn, Allahı sən oxuyaraq dərk eləyə bilmərsən. İdraç qüvvəsi ilə, məsələn, oxumaqla o yaranmır səndə. Sən neynəməlisən? Onu qəlbdə icra eləməlisən, öz əxlaq qayda qanunlarıyla. Sən əxlaq qayda qanunlarına riayət eləyərək Allah tərəfindən o elm sənin qəlbinə nazil olur. Qəlbində yaranır. Niyə? Çünki sən özün istəyirsən. Özün istəyirsən ki, o tanımaq elmi, dərk qüvvəsi səndə yaransın. Əxlaq qayda qanunlarına riayət eləmək, o elmi istəməyin deməkdir. Elmdən məqsəd dediyimiz kimi, Allahı tanımaq və ona iman gətirməkdir. Yəni, iman gətirərək sən qəlbində yaradırsan.